Dostlar salam, hər vaxtınız xeyir olsun. Topazın baş sponsorluğu ilə Futkas YouTube kanalımızda Mərcim Azar adlı layihəmizin növbəti buraxılışı ilə qarşınızdayıq. Maraqlı bir həftə sonu bizi gözləyir və belə deyək, bir çox oyunları müzakirə edəcəyik. Ötən həftə biz sosial şəbəkələrimizdə kuponlarımızı paylaşdıq. Məhz Mərcim Azar layihəsindən ilk dəfə idi də məncə Rafael. Bəli, ikimiz də eyni vaxtda. İkisi də eyni vaxtda iki kuponlar da gəldi. Uğurlu bir həftə idi və davam etməyə çalışacağıq. Bizim Futkas YouTube səhifəmizi və Futkas Instagram səhifəmizi izləyin. Bütün məhz bu layihə və digər layihələrdən olan hissələr ora yerləşdirilir. Elə kuponlarımızı da verilişdən dərhal sonra icmal şəklində orada görə bilərsiniz. Topazın çox möhtəşəm kampaniyası davam edir. Altını Vur kampaniyası və hər həftə təbii ki, qaliblər müəyyənləşir, bonuslar qazanan şəxslər müəyyənləşir. 10-cu tur üçün isə bir qədər şərtlər dəyişib. İstəyərdim 10-cu turun oyunlarını denən, daha sonra mən şərtlərini və çox maraqlı bir deviz var. Uduşunu göstər, əmilər baxsın. İndi siz də udun ki, uduşunuzu göstərin, əmilər baxar. Bəli, indi keçək 6-cı tur, 10-cu turun oyunlarına. 6 oyun deməli belədir. Leeds, Nottingham Forest, Manchester United, Tottenham, Bournemouth, Aston Villa, Newcastle, Brentford, Brighton, Crystal Palace, Liverpool, Manchester City. Bunu tərtib eləyən neçəncə fikir verirəm. Ancaq Topazda deyəsən yaman İngiltərə həvəskarıdır. Həftə sonu ki o qədər oyunun içində, amma çox yaxşı oyunlar seçilir. Bəli, maraqlı oyunlardır. Azərbaycanda ilk dəfə 250 min manat mükafat 0 manat qarşılığında siz qazana bilərsiniz. Bu tək və yeganə kampaniyadır. Topaz Fan Club'da istifadə edə bilərsiniz bundan. Altını vur, qeyd etdiyim kimi 0 manatla. Belə deyək, bir şərtlərdə müəyyən dəyişikliklər var, yenilik var. Onu sizin diqqətinizə çatdırmaq istəyərdim. Əvvəlki halda 6, 5, 4 hesab tapan, dəqiq hesab tapanlar müvafiq olaraq mükafatlandırılırdı. 6 hesab təbii ki, nağd şəkildə 250 min azayın idisə, digər hallarda 5 və 4 dəqiq hesablar bunlar 25 min və 10 min TPZ bonus şəklində sizə təqdim olunurdu. Amma burada yenilik var. 5 dəqiq hesab qalıb yerində 25 min TPZ sizə təqdim olunacaq, amma artıq turnir cədvəlinə dəyişilib. Orada 4 dəqiq hesab variantı yığışdırılıb və bunun əvəzində şərtləri oxuyuram. Hər tur yığdığınız xallar toplanacaq. Aylıq sıralamadakı yerinizi təyin edəcəksiniz. Hər ay sıralamadakı ilk 300 yerə TPZ bonusları veriləcək, hədiyyə veriləcək. Bax belə, bu məncə arealı genişləndirdi. Qalib olmaq şansınızı da çoxaldır. Çalışın hər tur əlavə bonuslar da qazansınız. Bonuslar hər tur xalları yığın. Ayın sonunda da əlavə bonuslardan istifadə edə bilərsiniz. Qanunsuz saytlarda yazma. Belə yazansan, get Topazda yaz. Ətraflı məlumat 926 və Topaz Fan Club səhifələrində. Keçid eləyək oyunlara. Kampaniyanın oyunlarını qeyd etdik, amma mən istəyərdim təbii ki, seçdiyimiz oyunlar sırasında onlar da var. Rafael, necə eləyək ki, bu həftədə Keçin, ikimiz də qalib. Yox, onu demirəm. Necə eləyək ki, bu uğuru davam etdirək. Davam etdirək. Onu demək istəyirəm. Yəni hansı oyunlardan başlayaq? Belə, əlbəttə ki, həftədə seçdiyimiz oyunlardan başlayaq. Belə yenə başlayaq 6-cı gündən. Bəli. Başlayaq yenə şənbə günündən. Başlayaq Almaniyadan həmişə kimi. Almaniyada bir oyun deyəcəm hələ ki başlanğıc üçün. Bu Mönchengladbach Leverkusen oyunu olacaq. Leverkusen hal-hazırda qələbəsinə 2-10 əmsal verir. Səfər qələbəsi. Bəli. Oyun üst olacağını düşünürəm və Leverkusen qələbəsi olacağını düşünürəm. Belək. Leverkusenin səfərə qələbəsi. Burada X-dan biri mən Heidenheim Hamburgu görürəm əslində. Sən də səfər qələbəni əlavə edək. Bura əsas belə deyək, variantlarımız sırasında Leverkusen səfərdə qələbə Almaniya Bundesliqasından. Başqa? Bir də Freiburg Bremen oyununda Freiburgun qələbəsini düşünürəm evdə 2-0 belə bir hesabla məncə Freiburg evində Bremeni məğlub edəcək. Maraqlıdır, aha. Bəli. Ondan sonra keçək biz 6-cı gündən əlbəttə İngiltərədə çox oyun var. İngiltərəyə Wolves Chelsea oyunu. Chelsea-nin hal-hazırda əmsalı 1.70-dir qələbəsi. Chelsea-nin qələbəsi və oyun 2-5 üst düşünürəm. Ortaq seçim var. Üst mən fikirləşirəm bu oyuna. Yəni məncə oyunda Chelsea 3-1, 2-1 belə hesabla Wolves-i məğlub edəcək. Üst düşünürəm. Növbəti qələbə deyəcəyim yenə də 2-yə gedirik burada. Burnley West Ham oyununda məncə West Ham qələbə qazanacaq. Burnley məğlub edəcək. West Ham Premier Liqada qalmaq uğrunda mübarizə aparır. Qızğın bir mübarizə gedir orada. Məncə West Ham Burnley-ni məğlub edəcək. Onlar burada əks fikir deyim. Məncə bu oyun 1-1 ya 2-2-dir. Məncə yəni sənin qələbə variantının yanında bəlkə
Mən qarşılıq gol görürəm bu oyunda. Burnley evində vuracaq West Ham-ə. Vuracaq və təbii ki buraxacaq. Ona görə bəlkə bu oyuna yaraşar hesab qollu bir bərabərlikdir. Sən düşünürsən ki Burnley məğlub olar evində West Ham-ə? Məncə West Ham qalib gələcək. West Ham çünki hal-hazırda baxıram da yəni 20 xalı var. Burnley'nin daha çox ehtiyacı var bu qələbəyə. Aydın məsələdən West Ham-da ehtiyacı var da, yəni 6 xal fərqi var. Statistika son 3 oyunda sən deyəni deyir. West Ham-in səfərdə 2-1 hesablı qələbəsini göstərir rəqəmlər bizə. Gəlin mən Rafaelin variantı West Ham-in səfərə qələbəsidir bəlkə. Mənim variantım bu oyun üçün qarşılıqlı goldur. Yəni %90 qarşılıqlı gol olacaq bu oyunda. Növbəti oyun Bournemouth Aston Villa oynadı. Aston Villa məncə burada da xal itirəcək. Bournemouth məğlub olmaz. Bəli, məğlub olmaz. Oyun bərabərə. Belə Bournemouthun qələbəsini də yoxlamaq olar. Bərabərlik geri dönüş variantı keçərlidir. Yəni yaxşı ayırarıq da, yəni bərabər əsas düşüncəm bərabərədir burada. 1-1 hesabını düşünürəm əslində qalsa. Amma belə qələbəsini də risk eləmək istəsəz yoxlaya bilərsiniz. Bu hələlik bu. Növbəti oyun İngiltərədən Arsenal Sunderland oyunudur. Biz də o kampaniya tərtib edəndən geri qalmalıyıq. Hamısı İngiltərədə çox oyunlar var maraqlı. Arsenal Sunderland oyununa toxunmaq istəyirəm. Mən deyəndə yoxsa Arsenal rahat şəkildə qalib gələcək Sunderland öz evində. Bir də hesab təxmin edirəm. Hesab təxmini 3-0. Nə var, bura bax. 3-1. Amma 3-0 düşünürəm. Arsenal gol buraxmaz Sunderlanddan. Məncə Arsenal onları sözünə əsməz. Çünki Arsenal artıq iplərin öz əlində olduğunu hiss edir. Çünki City o deyil. Bu City Arsenal çətin. City yanvar ayından bəri ancaq xal itirir. Yəni düz deyirsən. İki öz əlində. Arsenal görür ki, artıq bilsən o bir müddət City gəldi, çatdı. Biraz bunlar özünü itirdilər və xal itirməyə başladılar, amma son turlarda gördülər ki, biz deməli rahat oynayaq, biz qələbələrimizi sıralayacağıq və heyətin artıq tam şəkildə geri qayıtması Arsenalda. Düzdür, indi Merino zədələndi, sezon sonuna kimi artıq zədəldi, amma yəni Merino'nun da əvəzinə oyunçuları var. Arsenal məncə burada da rahat qələbəsini qazanıb. Özəl çempion qasında yoxdur axı bunlar üçün. Bir də getdi Mart ayına getdi. Ona görə rahat çempionluqda irəli gedə bilər. Biz indi verilişi çəkdiyimiz gün axşam Chelsea ilə yarımfinalın ikinci oyunudur. Kubokon oynudur. O heç onu qoyaq qıraqda çempionlar. Yəni Arsenal məncə Sunderlanddə rahat məğlub edib davam edəcək. Zaten heyət genişdir. Bir də azarkeşi olduğumuz klubdan söhbət edirik. United Tottenhamdan. United qərq gələndən 3 oyunda arda-arda qələbə qazanır. Fulhamdan oyunda mən Manchesterdən qorxurdum. Bəxtimiz gətirdi. Şeşkonun sondakı zərbəsi. Bu oyunda məncə Tottenham məğlub edəcək və axırı ki oğlanın başını qırtdıracaq. Bir dənə oyun. Oğlan Manchester 5 qələbə arda-arda qazansa mən də saçım qırtdıracağam. Belə yox. Bir oyun qalır hələ. Bundan sonra yox bilirəm. Bu 4-cü qələbə. Ondan sonra bir oyunda qələbəsi olacaq. Mən də saçımı qırtdıracağam, o qaqaşda qırtdıracaq. Rafael söz verdi. Mən də biraz da keşimizlə qeyd edirəm şərtdə ki, bəlkə saçımı qırtdırasan, qırtdıracağam nəhayət onu. Mən bu oyuna qarşılıq gol 2.5 variantı fikirləşirəm. Mən də düşünürəm bol qollu olacaq. İngiltərədən keçsək Championshipdə biz ancaq mənki heç-keçədir. Burada 2 heç-keçə yəni seçmişəm. Preston Portsmouth oyunudur. Bir də Norwich Blackburn oyunu. 2 dənə heç-keçə. Bəli. Norwich Blackburn Preston'un da qarşılaşması. Yəqin ki 1-1 0-0 belə. Bunlar təbii ki Rafaelin dediyi bu 2 X-lar biraz aşağı məbləğ ilə mərc eləyəndə həftə sonumuzu yenə də deyirik, mərc etmənin əsasında əylənmək dayanır, elə edək ki, hər zaman əylənir. Ona görə həftə sonumuzu əyləncəli keçirmək üçün həm 3 manat, 5 manat, 10 manatdan keçənlər olur ki, hansı ki X variantlarını və yaxud əmsalı yuxarı olan variantları yoxlamağa çalışırlar. Ona görə də belə deyək. Mən həmişə çalışıram 4 dənə X bir dənə kupon təşkil edeyim. 4 dənə X asalıram ora, yazıram. Bəzən 2 gəlir, bəzən 2 gəlir. Məbləğ atmaq olar, yoxlamaq. Kim maraqlı olsun ki, görüm. Çünki ən çətin şey X-i tutuzdurmaqdır da, yəni. Heç-keçəni bilmək həqiqətən çox çətin olur, amma hələ ki heç-keçələrdə pis deyiləm. Düzdür, hələ ki bir kupon tam gəlmir, bəzən 3-ü gəlir, 1-i gəlir. Yox, əsas odur ki, yəni bu sistemə də sala bilərsiniz. Rafaelin dediyi yüksək əmsalları sistemə də sala bilərsiniz. Növbəti oyun İspaniyadan Barcelona Mallorca oyunudur. Məncə Barcelona bildiyiniz şəkildə Mallorcanın üstündən keçəcək. Əmsalı yüksək tutmaq istəyəndə birinci hissədə 2-5 üstə girərəm. Yoxsa Mallorcanın qapısına vurar 3 dənə. Bəli. Birinci hissədə Barça bütün işi həll edər. Belə, amma birinci hissə 1-5 üst Barcelonanın qələbəsi. Birinci hissə düşünürəm ki, Barça 2-0 rahat. Nə belə Topazda əmsalları demədik bu gün. 1-2 oyunun əmsalında qeyd eləyə Topaz da siz altını vur kampaniyası yanaşı, həm də
Təbii ki, standart mərclərinizi də edə bilərsiniz. Barselona Altına buradan fərqli olaraq bu dəfə artıq pul qoymaq lazım olacaq. Ona görə birinci isə 1.5 1.58-dir, 2.5 üst 2.68-dir, amma birinci isə 1.5 üst və qələbəsi Barselonanın 2.0.8-dir. Onda buna getmək olar. Barselona birinci isə 1.5 üst qələbə ilə. 2.08. Yəni 2-0-lıq qələbəsidir. Bəli, birinci hissədə rahat şəkildə məncə 2 dənə vuracaq Barselona. Sonra bir dənə oyunum səviyyədəndir. 6-cı gün, ondan sonra 6-cı günün pasını atıram sənə, sonra keçərik bir yerdə bazar gününə. Əl-Qədiyyəslə Əl-Fatih oynayacaq səviyyədə. Burada da məncə evdə 2-0 hesabı ilə məğlub edəcək ev sahibi. Bu da Rafaelin Qətsiyah deyək də belə. Ərəb dilində dəqiq bilmirəm adını. Bu da Rafaelin belə deyək, şənbə günü üçün son oyunu təqdim elədim. Mən əslində elə bütün oyunlarda demək olar İngiltərədən danışdım. Tez-tez üzərindən keçək. Manchester United qarşılıqlı gol 2.5 Tottenham'dan düşünürəm. Qələbə variantı deməyəcəm. Luton Brentford City. Saat 16:30-da bu getdin Ligue 1-a. Hə, Ligue 1-da məhsuldarlıq olmalıdır burada. Yəni üst yaza bilərsiniz bu qarşılaşmaya. Daha sonra Arsenal Sunderland'da 3-1 hesab düşünürəm. Rafael 3-0 düşünür. Ortaq fikirləşdiyimiz odur ki, ev sahibi komanda 3 gol vurar bu qarşılaşmada. Və yaxud da ki, qələbə üstə. 2-5 üst də yaxşı. 2-5 üst qələbə. Çətin əslində Sunderland qapanan komandadır, amma yenə də 2.5 üst qələbə ilə getmək olar. Burnley West Ham qarşılıqlı gol 1-1 2-2-lik bir nəticə görürəm bu oyunda. Amma olmaya da bilər 1-2 1.66 verir Arsenal 2-5 üstünə. 2-5 üstünə. Oyunun 2-5 üstünə. Burnley West Ham qarşılıqlı gol üzr istəyirəm. Hull City Bristol qarşılaşması var. Bax bu Championship'dəndir. Burada da West Ham qarşılıqlı ola 1.68. Kim? Burnley oynar 1.68. Arsenal 1.66. Arsenal 1.66. Üstünə getsək və yaxud qələbə ilə Unitedin qollarına baxarsınız. Burnley Hull City Bristol. United-da 1.54. Hull City-də qalmışdıq. Hull City Championship-də bu oyun gol görürəm ki, ötən həftə xatırladım ki, mənim kuponumda da Ligue 1-dan oyun var idi və Hull City bu gün də oynayacaq. İndi biz verilişi çəkən gün. Həftə içi də oynayacaq. Bəli, 30-cu oy təxirə almışam. Həftə sonunda mən qeyd edirəm və ötən həftə necə ki Ligue 1, Ligue 2-da dediyimiz oyunlar qollar gəlmişdi. Bu həftədə biz mən şəxsən Ligue 1 Championship, Ligue 2-da oyunlar seçmişəm. Hull City-yə mən bir dənə məncə o da X gələcək, heç içədir. Oyunda qollu heç görə bilərik. Mən hər iki tərəfin qolu var. Hull City-nin oyunu o belə baxırsan oyuna heç görsən də. Hə, yəni deyirsən ki, bu oyun heç içədən başqa heç bir şey olmamalıdır da burada. Çünki ola bilər, razıyam. Bəzi oyunlar var ki, baxırsan heç bir şey deyə bilmirsən və ən ağlına gəlirkən deməli bu heç içədə sən nə bunu favorit görə bilmirsən, nə bunu deməli bu oyunda heç içə gələcək. Mən heç içələri əsasən elə seçirəm. Gəl belə eləyək. Onda qarşılıqlı qol. Bəli, qarşılıqlı və heç içədə sürpriz variantlarda. Rotherham Cardiff burada da eyni keçərlidir qarşılıqlı qol. League 2-da Harrogate Cambridge Walsall Barnet qarşılaşmaları var. Mənə elə gəlir ki, Harrogate Cambridge və Walsall Barnet bu qarşılaşmalarda qarşılıqlı qol və məhsuldarlığa gedəcək. Walsallda qol-qola gedə bilərsiniz, Harrogate-də üstə gedə bilərsiniz. 2.5 üst, hətta riskli variantlarda 3.5 üst variantına getmək olar. Daha sonra hansı oyunlar var? Keçək istəyirsən bazar gününə. Bazar günü qarşılaşmalarına. Hələ çox oyunlar var. Sadəcə İngiltərədən seçdiyimiz əsas oyunları bildirdik sizə. Buyur Rafael, bazar günü oyunları. Bazar günü mən başlayım. Yaxşı, bazar gününə keçdik. Mən də baxıram. Bazara başlayaq. Almaniyada Bayern München Hoffenheim. Bayern München 2 oyunda qalib gələ bilmir. Axırı bu oyunda şeytanın ayağını sındırıb Hoffenheimin üstündən keçəcəklərini düşünürəm. 4-5 üst. Yenə qayıtdıq Bavariya variantına. Bayern oyuna 4-5 üst düşünürəm. Oyun 4.5 üst, yaxşı bəs. Birinci taymda da 2 dənə, 3 dənə vurar Bayern məncə. 4-5 üst. 4.5 üst Bayern. Bu 5 top olacaq yəni, minimum 5 top olacaq. Yəni 4-1 belə deyil, bəlkə də 5-1 belə bir o tip oyunlardan. Bayern çünki qol buraxmağına buraxacaq məncə Hoffenheimdən. Buraxmayacağını düşünmürəm Bayern müdafiəsi. O qədər də növbəti oyun deyim sənə 100%. Bir dənə oyun var. Sabah Araz. Təmiz Sabahın qələbəsi. Var. Var. Mən ora Azərbaycana zaten gələcəm. Ulduzlamışam da. Sabah Araz oyununda Sabah qələbələrinə davam edəcək. Məncə Sabahın bəlkə bir dənə xal itirsə o da Qarabağla ayın axırındakı oyunda ola bilər. Düşünmürəm orada. Məncə də orada Qarabağ da məğlub edəcək və çempionluğun artıq 70%-ni təmin edəcək həmin oyundan. Amma yəni Sabah məncə Qarabağın oyuna qədər heç kimlə xal itirməyəcək. Tezliklə Qarabağ itirəcək. Arazı da çox rahat şəkildə, yəni 3-4 gol. Sabah çünki 3 gol vurandan sonra oyunu buraxır öz axarına. Zirənin başını açdı. Açdığı oyunu elə 20-25 dəqiqə Arazın başına açacaq.
Yəni öz evində Masazırda əmsal yəqin ki, çoxaltmaq istəyənlər ev sahibi komandanın 2-3 qoluna gedər. İndi görək bir dənə baxaq görək Bax, hal-hazırda. Bəzən əmsallar biraz gec açırlar. Hə, açılmayıb hələ ki sabahın oyunun əmsalları. Burada həftə sonu mərkəzi oyunu Liverpool Manchester City var. O Bax, belə oyunda bilmirəm sözündə mən həmişə heç-heçəyə gedirəm. Mən qələbə girərdim. Liverpoola mən girməzdim. Newcastle çox formda idi. Ha, Newcastle oyunda 2 oyuna 10 gol vurdu komanda. Hücum xətti idealdır. Yəni rəqib kimliyinə asılı olmayaraq. City-də o deyirlər. Yəni City-nin də günü-gününü tutmur. Bir dənə baxsan ki, Haaland çıxacaq 3 dənə gol vuracaq. Amma düzdür, Haaland qış mövsümlərini yaxşı keçirmir. Fevral gəlir, biraz havalar bəlkə də isinib, bəlkə də onun buzu açılacaq. Norveçdən də buz bağlayıb hələ ki. Haaland gol vura bilmir bir neçə oyunda. Mən elə gəlir ki, bildiyin yəni bərabərə oyun olacaq da. 2-0. Ola bilər. Mən də sən qələbə Liverpool, mən deyirəm bərabərlik. Yəni Manchester City-nin qələbəsini burada heç birimiz görmürük. Mən də görürəm. Açığı mən Liverpoolun qələbəsini görürəm. Rafael də bir bərabərlik versiyasını irəli sürür. Rizespor Qalatasaraya qarşı, Crystal, mən bir dənə oynayım. Ötən dəfə Nottinghamla qarşılaşmada mən bunu bir dənə baxım həftə içi o biz efir çəkdiyimiz müddətdə onların oyunu yoxdursa. Brighton. Crystal Brighton yoxdur. Crystal Brighton məncə Crystal səfərdə qələbə qazanacaq. Artıq vaxtıdır Crystalın qələbəsinin yetişib. Gəlin bu oyunu Crystalın qələbəsi kimi yoxlayaq səfərdə. Əmsal məncə az olmayacaq. Brightondan 3.90 verir. 3.90-la Crystalın səfər qələbəsini maraqlıdır. Biz yoxlaya bilərik. Bax bu oyun var İngiltərədə bazar günü keçiriləcək. Liverpool oyununa təxmin qeyd elədik. Türkiyədə Rizespor, Qalatasaray, Beşiktaş, Alanyaspor. Beşiktaş Alanyaspora mən 3-1 hesabı deyirəm. Məhsuldarlıq olacaq, qarşılıqlı qol olacaq. Beşiktaş qələbə qazanacaq. Rafael, fikrin varsa Rizespor Qalatasaray. Beşiktaş yəni 2-0 qələbə. Aha. Qalatasaray oyununda Qalatasarayın 3-1 qələbəsi səfərdə. Bəli. Aha. Baxın Beşiktaşa Başakşəhərin qələbəsini oynamaq olar. Amma Türkiyəyə mən çox güvənmirəm. Yəni Türkiyəyə. Məsələn Beşiktaşa mən 3-1 dedim, sən 2-0. Ortaq nə deyirlər burdan? Fora qələbə. Qələbə, fora qələbə. Ev sahibi komandanın 2 topu Beşiktaşla qarşı az da olsa dəyərləndirə bilərsiniz. Bəli. Bir də Juventusun həftə sonu oyunda Juventusun Lazio oyunu var. Juventus məncə udacaq Lazionu. Burada da 2-0, 2-1. Burada səndən razı deyiləm. Məncə Juventus udacaq. Lazio desən dirəniş eləyər. Mən olmayacaq məncə. Juventus bir neçə oyunda ard-arda yaxşı qələbələrdə qazanırlar. Lazio da onsuz da bu xoşuma gəlmir bu mövsüm. Yəni bu komanda uzun müddət Interin Sassuolo qələbəsinə inanıram. Seriyası oynadı. Interin Sassuolo üzərində qələbəsinə inanaram səfərdə. Amma Juventusun evində Lazio məğlub eləyəcəyini heç cürə inana bilmirəm. Heç məntiqimə sığmır. Yəni mən hissiyat vermir də bilmirəm. Bilmirəm. Mən nədənsə, yəni əsas variantlarda yox. Bəli. Köməkçi variantlarda istifadə eləmək olar. Rafael həftənin oyunları. Gəl belə deyək də, kupon versiyalar verək. 2 həftənin kuponu ayrı-ayrılıqda minimal kupon verək. Bir 4-5 civarında və yaxud 3.90, 3.80. Və gəl ortaq bir kupon da verək. Güvənilən, riskli. İndi mən sabahı kuponuma salmaq istəyirəm, əmsalını açmayıblar Azərbaycan liqası. Həftəçi biz çəkirik deyə açmayıblar da, amma sabahını açsa mən bilirəm ki, aşağı əmsal olacaq. Çünki keçən dəfə oyun günü yadına gəlirsə həftə içi 2.90 idi. Oyun gününə yaxın düşmüşdü. 2.20-yə düşmüşdü. Çox fərq var idi. Ona görə gəl bilmirəm, istəyirsən sal əmsalsız qeyd eləyək biz onu və yaxud da ki 2 dənə onsuz kupon eləyəcəyik də biz adama demək olar ki. Hərəyə ortaq kupon. İki ortaq kupon, hərəyə də bir kupon onda. Belə eləyək, Azərbaycan liqasına girmirəm, amma Azərbaycan liqasına həftə sonu üçün deyim, Neftçinin qələbəsi, Turanın qələbəsi, Sabahın qələbəsi. Bu 3 komandanın üçün də qələbəsini yoxlayın. Yəni bu gözəl əmsal da olacaq. Sabahın qələbəsi necə? 2-5-3 Sabah qələbə, Neftçidə də həmçinin bundan əlavə bircə saniyə Neftçi deməli Neftçi Qəbələ ilə oynayır. Həmin oyun bol qollu keçəcəyini düşünürəm. Neftçi qol buraxmağını məncə Qəbələdən buraxacaq. Yəni oyun 3-1, 3-2 belə bir şeydə Neftçinin xeyrinə bitəcək. Qarabağ Şamaxı üzərində qələbə qazanacaq. Azərbaycan liqasından gedirsə Turan Karvanı məğlub eləyəcək. 2-0 belə bir şəkildə, bəlkə də 2-1, amma Turan məncə rahat qələbə qazanacaq. Bir də Sabah Arazüsündən bildiyin, yəni Arazı zirə kimi peşman eləyəcək Sabah. Məncə Sabah da Arazı məğlub eləyəcək. 2-5-3 Sabahın qələbəsi və ya 1-5-3 Sabahın qələbəsi və ya Time Sabahın qələbəsində yoxlaya bilərsiniz. İndi keçək kuponlara. Kuponlar. Deməli, əmsalları bilək deyə. İlk oyunu Arsenal Sunderland oyununda 2-5 üst Arsenalın qələbəsi 1.78. Arsenal Sunderland oyunu. Sunderland 2.5 üst.
Bəli, 1.78. Bu Rafaelin kuponunda ilk oyun. Aha. Bəli. İkinci oyunum Barcelona time 1 oyun 1-5. Birinci time 1-5 üst 2.08. Barcelona BH özü. Bəli, bəli. Birinci komanda. Yox, time 1-5 üst Barcelonanın qələbəsi. Hə, time yəni 2-1 də ola bilər, 3-1 də ola bilər, 2-0 da ola bilər, amma Barsa birinci time'ı qələbə qazanacaq və birinci hissə 1-5 üst hesabı ilə bitəcək. Ən azı 2 gol olacaq birinci hissədə. Üçüncü oyunu da salmaq istəyirəm. Mən Manchester həmişə kuponlarıma salanda yandırır. Azarkeşi olduğuma görə bilmirəm. Məntiqdən uzaq düşünürəm həmişə Manchesterə. Üçüncü oyunum isə Bavariyadır əlbəttə ki. Bayern Münxeni bir də əmsalına baxım deyim. Bizə 1.24 qələbəsinə verir. Əlbəttə ki, burada 4-5 üstünə 2.35 verir, 2.31 verir. Amma burada Bavariyanın cəm 1.88 verir. Yaxşı. Nə? Birinci hissə 1-5 üst qələbəsi. Birinci hissədə bir Bavariya 2-0 qələbə ilə bitirəcək. 2.31-də o. Ümumilikdə 8.55. Bu sənin güvəndiyin kuponsa 8.55. Bir qədər mən 4-5 əmsal gözləyirəm. Arsenal oyun 2-5 üst Arsenalın qələbəsi. Yəni oyun 2-1-də, 3-1-də Arsenal xeyrinə bitə bilər və ya 3-0-da Barcelona və Bavariya isə hissələrdə. Bəli, Barcelona və Bavariya hissələrdə 1-5 üst olacaq oyun və Barsanın Bavariyanın qələbəsi olacaq. 1.78 Arsenaldadır, 2.08 hal-hazırda Barcelonadadır, 2.31-də Bayern Münxendədir. Nəzərə alsaq ki, Bayern Münxen 2 oyunda qələbə qazanmır. Düşünürəm ki, artıq şeytanın ayağını sındırıb bu acığında Hoffenheimdən çıxacaqlar. Maraqlı kupondur, qurlar. Seçib də oynaya bilərsiniz, bir kupon şəklində də oynaya bilərsiniz. Bəli, yarına da bilərsiniz. Mən Rafael kimi elə riskə getməyəcəm. Nə mənada seçdiyim onlar demirəm ki 100%'lıdır, amma məncə Burnley qarşılıqlı gol West Ham-lə variantlar sırasında var. Cardiff, Burnley gol. Az əvvəl baxmışdın, səhv eləmirəmsə. Bəli, elə ona baxmaq istəyirəm. 1.68 olmalı idi. Ya sadəcə kupon tərtib edirəm ki, deyim, hər iki komanda gol vuracaq. 1.68 bəli. Cardiff gol. Cardiff gedir. Bu getdi Ligue 1-da, Cardiff. Rotterdamdan səfərdə oynayır. Bax, bunun qoluna yazmaq lazım olar. Bunu dəyərləndirə bilərsiniz. Və Harrogate, Cambridge, League 2. League 1, League 2. Deməli gedirik Ligue 1-a. Ligue 1-dakı oyun. Liga 1. Liga 1-dən sən Cardiff dedin. Cardiff vaxt vardı Premier Liqada oynayır. Cardiff. Cardiff gol 1.68. Eyni 2 əmsal 2.1.68-dir. Və Harrogate Cambridge United qarşılaşması League 2-dan üst versiyasına getmək olar. Cambridge-in oyununa gedək. Cambridge Harrogate-lə səfərdə qarşılaşır. Bəli, bircə saniyə düşün. Bilirsən ki, həddən çox oyun var. Orada da gol. Yox, üst. Üst, orada deməli 2-5 üst 1.82. Ümumilikdə 5-14 edir. Gözəl əmsaldır. 5-14. 5-14 əmsalla oynaya bilərsiniz bu kuponlara. İndi bu həftədən etibarən yeni 2 dənə versiyanı, kuponları Rafael'in təqdim edəcəyik. Rafael, riskli seçdiyin oyun. Mən birinci deyim, Kristal səfər qələbəsi. Bu riskli variantlardır. 3.97 Kristalın səfərəmsə 3.90 idi. 3.90 idi. Səfər qələbəsi. 3.90-la səfər qələbəsini və Rafael'in burada bir oyuna əlavə ediləcək ki, Kristal 3.47-yə düşüb lazımdır. Veriliş gedə 3.90-3.47-yə. 3.47 olsun. Kristalın qələbəsi 3.47. Bu yanına mən əmsal alarım. Bu riskli variantdır. Bunu sadəcə biz özümüz risk eləyəcəyik. Keçən hansı oyundan əlavə eləmək olar? Yüksək əmsallı bir oyun ki, bunun time oyunda ola bilər və yaxud elə 4 əmsallı bir qələbə, 3 əmsallı bir qələbə də ola bilər. Daha aşağıda qəbul olunandı. Təklif edirəm ki, biz kuponların sayını artıraq. Yaxın həftə 2 kuponumuz gəlib deyə. Liverpool Manchester City bərabərə. 12 əmsal edilir ki oyun. Liverpool Manchester City bərabər. Heç. Burada əmsal 12-32. Yox, toplam 12-31. 3.55 əmsalla da Rafael dedi. Bu bizim riskli və əsas məsələ güvənilən, daha çox güvəndiyin, heç əsas kuponlara salmadığın oyun. Neftçinin qələbəsi. Neftçi qələbə, Neftçi qələbə 2.5 üstlə. Neftçi qələbə 2.5 üst. Bu Rafaelin kuponuydu. Mənimsə elə yazıbsa, mən də Beşiktaş yazım. Beşiktaş qələbə 2.5 üst. Bu daha güvənililər sayıla biləcək kupondur bizim üçün. Əsas kuponlardan əlavə şansı çox olan. Yanına onun bir dənə də sabaha salmaq olur. Ya da 2 dənə bəsdir, çox lazım. Ağ eləməyək.
Bax belə siz bizim Rafaellə mənim təqdimatımda Topazın baş sponsorluğu ilə Foodcast YouTube kanalımızda Mərcim Azərbaycan layihəmizi izlədiniz. 10-cu buraxılışı. 10-cu yubiley buraxılışı idi və Altını Vur kampaniyasından da bu həftə yeniliklər var. Əvvəldə vurğuladıq, qısaca olaraq vurğulayaq ki, artıq turnir cədvəli formalaşır. Siz aylıq bonuslarınızı toplayacaqsınız. Ayın sonunda nə qədər varsa, həftəlik nəticələrə əsasən siz bonus qazanacaqsınız. İlk 300 yerdə olan. Mən 67 xal yığmışdım. 2 dənə dəqiq hesabı tutuzdurmuşduq keçən həftə. Hə, 2 dəqiqə yox. İndi aylıq toplayacaqlar və ilk 300 yerə düşən şəxslər Topazdan bonuslar qazanacaq. Siz də şansınızı yoxlayın. Bütün bunlar bir qırağa əsas 250 min AZN qazana bilərsiniz. 0 manatla altını vura bilərsiniz. Bəli. Uduşunuzu göstərəcəksiniz, sonra əmilər baxacaq. Bax belə maraqlı devzi də var Topazın bu kampaniya çərçivəsində. Növbəti həftə görüşmək ümidi ilə mərc etməyin əsasında əylənmək dayanır. Elə də ki, hər zaman əylənək deyirik. Sağ olun, növbəti həftə görüşmək ümidi ilə. Xudahafiz.